özüm öz əllərimlə bir gün bal içirəmsə, bir gün zəhər içirəm. Mən həyat yollarından, ayaqlarımla deyil, əqidəmlə keçirəm. Azərbaycan incəsənətinin, Azərbaycan teatr sənətinin çox istedadlı nümayəndələrindən biri də Azərbaycan xalq artisti Məlikə Əsədovadır. Hardan bileydin ki, Pativar yediği çörəkdən başqa heç bir şey özününki bilmezdi. Hiç ben özüm de Pativarı hiçbir zaman yatağıma bırakmamışam. Eşitirsən məni Yusuf, eşit məni Yusuf, eşit. Axı ne için bu gecenin kulakları kar olup, ne için? Ne için bu gecenin kulakları kar olup? Sen benimle münasibətin en büyük pisliği, Allah'ın karşısına günah işlettiğinden korktum. Təkcə teatr aktrisası deyil o. Eyni zamanda bədii qiraət oxuyan, şeirimizi gözəl bilən, onu təbliğ edən yüksək mədəniyyəti var Məlikə xanımın. Cəmiyyətdə də, teatrda da. Aktrisalar cürbəcür olur. Məlikə sentimentaldır. Uşaqlıq, məsumluq, başlıq, ağ səhifələr, beyaz vərəqlər. Elə o zamanlarda bu paşlığın, məsumluğun, beyaz səhifələrin öz gözəlliyi vardı. Elə dünyaya gəlişimdən qeyri-adilik var. Çox dəcəl olmuşam. Hətta mənə canlı kukla deyib əllərində belə tutublarmış. Heç vaxtı xəstələnməmişəm. Bax, burada durmaq lazımdır. Günlərin bir gün dünyaya gələsən, Azərbaycanlı olasan, özə qızlı olasan. Ancaq qəfildən az sonra ailə həyatında baş verən dəyişkənlik, sevincə, şadlığa, xoşbəxtliyə rəməl atır. Ayağı sayalı, düşərli olur. Nədənsə mən dünyaya gəlişimdən ayağım, əlim çox yüngül olub. Həmən məndən sonra oğlan uşağı dünyaya gəlib. Həmən ilin elə bir günə biz birbaşa mən doğuldum. Sonra oğlan uşağı dünyaya gəlib. Və ruzu gəlib evimizə, çox ruzumuz olub. Və ondan sonra elə bir mən biraz ağlayanda, biraz bir şey olanda nəsə işləri yaxşı getmirmiş. Ona görə papam deyirdi ki, mamama heç zaman Məlikəni qoymayın ağlansın. Əslində oğlan uşağı gözləyirdilər, qız uşağı dünyaya gəlib. Amma qız uşağı oğlan əvəzi olub sonralar həyatda. Qardaşım çox yaşamayıb, yəni bir 9 ayından sonra dünyasını dəyişib. Hətta yəni Allah elə gətirdi ki, ailənin elə demək olar ki, oğlu oldum. Bacılarıma qardaş kimi, atama oğul kimi bu günləri, yəni anama, atama oğul kimi böyüdüm. Baxmayın balaca olmasına, uşaqlıq çağlarından yaman mesajlar verməyi də vardı özündən böyüklərə. Konsertlər düzənləyir, səsinin bəminə zilinə salıb Zeynəb Xanlarovanı bəstəyincə yamsılayardı. Mikrofon özüm üçün düzəldirdim. Çıxırdım stolun üstündə, hər zaman mahnılar oxuyurdum, deyirdim mən Zeynəb Xanlarova olacağım. Evdə konsertlər verirdim, şeirlər deyirdim, obrazlar oynayırdım, uşaqlıq illərindən elə. Papam da, atam deyirdi ki, o vaxtlar xəbərlər proqramı, günün ekranı var idi, bir də Moskvadan Vremya gedirdi də. Babam deyirdi, qızım bir dənə bu zamanlar biraz sakit ol günan. Yəni dəcəllik eləmə, çünki konsert başlayırdı. Mən deyirdim, çıxış eləyir Zeynəb Xanlarova, misal üçün gəlirdim, çıxış eləyirdim. Əl çəkmir, məktəbə doğru götürülür. Məktəbə olan sevgisinin qarşısına keçə bilməyən valideynlər axırda qərar verirlər ki, Məlikə oxumalıdır. Məlikə də Məlikə idi ha, başlayır əməlli başlı oxumağa qafil. Bir yaşımı artırıb məktəbə qoydular 1-ci sinifə. 1 nömrəli Neftçala orta məktəbinə getdim. Yəni məktəbə getməyim mən çox arzu eləmişəm ki, tez oxuyum, tez məktəbə gedim. Bizdə indi o zamanlar başqaydı da, gəlirdik evdə, o qədər bizdə papam bizim üstümüzə səs tonu heç vaxt qaldırmayıb. Bir baxışı bizim üçün bəs idi. Bir dənə baxmağı bizə bəs edirdi. Dərslərimi o qədər hazırlıqlı olurdum ki, birdən müəllimə dəvət eləyər, cavab verə bilmərəm. Yəni o mənim üçün indiyənə qədər, o xarakter böyüyənə qədər getdi ki, hər yerdə istəmişəm ki, yəni hazırlıqlı olam. Dünya işığa bələnmişdi, gizlər də işıq, nur gətirirdi. Aləm gül qoxuyur, yaşıllıq nümayişlətdirirdi. Xeyr, bahar fəsli deyildi. Ancaq yaşamında, həyatında canlı deyəcəyimiz bahar vardı. Bahar onun atası, bahar onun anası idi.
gözəl illəri, ən gözəl illəri, analı, atalı ailəmlə, bacılarım filan birlikdə olan illəri idi. Ən gözəl illəri idi. Mələkə istedadlı olmağına istedadlı idi. Bunu vaxtında görənlər vardı. Ancaq deyəsən özü də dərk edirdi ki, hələ istedadlı olmaq yetərli deyil. İlk növbədə gücün yetdiyi qədər mütaliə etməlisən. Bu da pis iş görmürdü ki, mütaliə edirdi də. Deyim, mən ədəbiyyat fəni, tarix fəni, yəni çox mənim sevdiyim fənlər olub. Azərbaycan dili, ədəbiyyat, tarix. Mütaliəni çox sevmişəm. Hətta deyim sizə ki, o qədər kitablar oxuyurdum. Mən 4-cü sinifdə Baskivitlərin itini oxuyurdum. Cinayət və Cəza, Kerri bacı. Yəni bu 4-cü sinif uşağı üçün çox böyük bir kitablar idi. Anam kitabları məndən hətta alırdı. Demək olar dünya nağıllarının hamısını oxumuşam. O qədər oxurdum və özümü hər zaman o nağıllar kitabında qəhrəmanlar kimi canlandırırdım. Mənim yatdığım yataq kravatının böyründə bir xalçamız var idi. O xalçanın üstündə ova gedən, indiyənə qədər mənim yadımdadır, ovçu gedir, orada ceyran var, 2 insan, yəni ovçu, çay axır, üstündən körpü var, meşənin içində. Mən təbiəti çox sevdiyim üçün bu mənə o qədər böyük bir, deyim sizə, o qədər böyük zənginlik bəxş edirdi buna. Hər gecə baxırdım və gündüz qonşunun uşaqları ilə biz oynayanda mən ondan bəlkə 100 cür nağıl düzəltmişəm. Başqa bir bildiyi də vardı. İstedad, gözəllik, hələ hər şey demək, bu həyatla üz-üzə duracağın dərəcədə yetərli deyildi. Ailədə yetişmək, sənə qədərkilərin gözəl tərbiyəsini götürmək, əxs eləmək də asan gəlməsin sizə. Papamın əsl adı Əlif Ağa olub, amma Eldar deyiblər ona. Hamı rayonda Eldar kimi tanıyıb onun. Özü əslində Buruqda, neftdə işləyirdi, amma balıqçılıqla da məşğul olurdu papam. Sadə və çox zəngin bir sevgi ilə dünyaya gəlmişik, zəngin tərbiyə görmüşük, zəngin sevgi görmüşük. Həyatı sevirdi. Bu həyatın fonunda ona verdikləri müqabilində sevdikləri az deyildi. Elə şeir kimi. Kimdir mənim düşmənim? Kaş biləydim bunu mənim. O zərbə vurmamışdan kəsəydim yolunu mənim. Məktəb illərində mahnılar oxumuşam ansamblda, sonra şeirlər söyləmişəm, hətta müsabiqələrdə mən mahnılar, şeirlər söyləmişəm. Mənim yadıma gəlir ki, məktəbdə olan tədbirlərdə hər zaman şeir söyləyirdim. Səməd Vurğunun Mənə Belə Söylədilər şeirini söyləmişəm. O şeirlə də mən İncəsənət Universitetinə qəbul olunmuşam.